Sabahınız xeyir. Riyaziyyatı sevənlər, sevməyənlər, imtahan üçün çalışanlar, riyaziyyatı çalışdıqda xüsusi bir ləzzət alanlar, çalışmaların üzərində saatlarla qalıb ən çətin tapşırıqları belə işləyənlər, riyaziyyata nifrət edənlər, sevənlər. Hər birinizi xoş gördük. Mən Nalə Axundova. Bugün sizlərlə 2024 DİM nəşrlərindən 20 sınaq 9-cu siniflər üçün olan kitabın 3-cü sınaq imtahanının izahlarını paylaşacağım. Çox sadə suallarla rastlaşacaqsınız. Mızmızlanmaq yoxdur. İşləyirik, öyrənirik və imtahana tam təkmil hazırlaşırıq. Siz bu sınaq imtahanında 50-ci dərəcədən kök, rasional üstü qüvvət mövzularına aid tapşırıqların həlli ilə tanış olacaqsınız. Gəlin gedək bir suallara görə bizi necə suallar gözləyir. Kimlər çox sevinəcək ki, çox asandır, kimlər ki, çətindir deyəcək. Demək, o hissədə bir balaca çalışmağınız lazımdır. Əmin olun ki, öhdəsindən gələ bilməyəcəyiniz heç bir tapşırıq yoxdur. Hər birini çox gözəl qavrayıb və çalışa bilərsiniz. Sadəcə öyrənmənin əməklə, zəhmətlə başa gəldiyi və biliyin zamanla formalaşdığını beyniniz tam həzm etdikdə əmin olun ki, hər bir işin öhdəsindən çox asanlıqla gələ bilərsiniz. Getdik tapşırıqlarımıza. Çalışma 1. Dəyişənin hansı qiymətində verilmiş ifadənin mənası vardır? Cüt dərəcəli köklərdə kökaltı ifadə mənfi olmayan ədəd olduğundan kökün daxilin böyük bərabər 0 götürsək, 4x mənfi 8-dən böyükdürsə, x də böyükdür bərabərdir mənfi 2-dən. Yəni mənfi 2-dən müsbət sonsuzluğa. C variantı. Çalışma 2. Verilmiş ifadənin qiymətini hesablayaq. Bunun üçün kökdən pi çıxılsın, kökdə 15 mi, yoxsa kökdə 15 çıx pi mi çıxdığını necə müəyyən eləyəcəyik? Pinin ədədi qiyməti bilirik ki, təqribən 3,14-dür ki, bunu kökə salsam 9-10 arasında belə bir ədəd eləyər. Heç onu keçməz. Bunun üçün kökdə 15 daha böyükdür. Kök altında 15 çıxılsın, pi çıxacaq kökdə. Üzərinə gəl, kökdə 15 mi böyükdür, 2 pi mi böyükdür? 2 pi 6,28 təqribən. Kökə salınanda 36-nı keçir. Deməli, 2 pi böyükdür. Yəni, bu kök altında 6,28-in kvadratıdsa, o da 15-dən böyük olacaqdır. Kökün daxilindən 2 pi çıx, kökdə 15 çıxır. Kökdə 15-lər islah olunur, geriyə qalır. Mənfi pi ilə 2 pi, elə pi. Cavabımız A variantı. Çalışma 3. Və mənfi olduqda ifadəni sadələşdirin. Cüt dərəcəli köklərdən tək dərəcəli qüvvət çıxdıqda işarə bizim üçün vaciblidir. Amma cüt dərəcəli kökdən cüt dərəcəli qüvvət çıxanda işarənin elə bir də önəmi yoxdur. Çünki müsbət də olsa, mənfi də olsa yenə müsbət edəcək. Bir nümunə deyirəm bunun üçün. Beyniniz bunu tam həzm eləsin. Sonra keçək bu misalın həllinə. Baxın, A müsbətdir, A mənfidir. A-nın işarəsi haqqında heç bir məlumatım yoxdur. Kök altında 4-cü dərəcədən A üstü 4-dən A müsbətdirsə, A mənfidirsə mənfi A, işarəsi məlum deyilsə modulda çıxır. Kök altında 4 dərəcədən A üstü 8-dən A müsbətdirsə də, mənfidirsə də, işarəsi məlum deyilsə də A kvadrat çıxır. Kök altında 3-cü dərəcədən A kubundan A müsbətdirsə də A, mənfidirsə də A, işarəsi məlum deyilsə də A çıxır. Kökdə 3-cü dərəcədən A üstə 6-dan elə A kvadrat, A kvadrat, A kvadrat çıxır. Fikir verirsinizmi? Tək dərəcəli, bax bu ikisi tək dərəcəli idi. Tək dərəcəli kökdən, istəyir tək dərəcəli, istəyir cüt dərəcəli qüvvət çıxsın. Burada 1 tək dərəcəlidir, bu 2 cüt dərəcəlidir. İşarəyə ehtiyacımız olmadı, heç işarə atmadıq qarşısına. Amma cüt dərəcəli kökdən, fikir verin, tək dərəcəli qüvvət çıxanda mənə işarəsi lazımdır. Müsbətsə müsbəti, mənfidirsə mənfisi, işarəsi məlum deyilsə modulda çıxır. Amma cüt dərəcəli qüvvət çıxdıqda yenə işarəyə ehtiyacım olmadı. Gedək indi 28-i bölürəm 14-ə. A kvadratı cüt dərəcəlidir. A-nın işarəsini versə də verməsə də elə bir mənası olmayacaq. 42-ni bölürəm 14-ə. 3 dəfə düşdümü? B kubu, amma tək dərəcəli qüvvət çıxıb deyə qarşısına mənfi atıram. Burada mənfi A kvadrat B kubu olan B variantıdır. Çalışma 4.
İfadənin qiymətini hesablamaq üçün normal açıq B-nin kvadratı kimi açaq. Birincinin kvadratı 9 vur 6 çıx. Birinci ilə ikincinin hasilinin 2 misli. Hətta tam açıq yazıram ki, biləsiz. Plus ikincinin kvadratı 4 vur 2. Həm 2'nin kvadratı, həm kökdə 2'nin kvadratı. 54 çıxılsın. 12 kök altında 12. Üzərinə gəl 8. Bu da bərabərdir. 62 çıx. 12'ni 4 vur 3 yazsam 1 2 çıxır vurulur 12'ye 24 kökdə 3 62 çıx 24 kökdə 3 belə bir cavab yedədirmi? Yedədir. Cavabımız Y variantı. Çalışma 5. Belə bir kəsrin məxrəcini irrasionallıqdan azad etmək üçün surəti də məxrəci də vururam məxrəcin qoşmasına. Kökdə 53 üzərinə gəl 2'ye. Məxrəci kvadratlar fərqi kimi çıxıram. 53 çıxılsın 4 surətdə. 7 vurulsun kök altında. 53 üzərinə gəl 2. Məxrəc edir 49 düzdürmü? Həmin o 7 ilə ixtisar gedir. Kök altında 53 üzərinə gəl 2 böl 7. Belə bir cavabımız Y variantı. Çalışma 6. Verilmiş ifadənin qiymətini hesablamaq üçün gəlin. Birinci, maksimum dərəcədə verilmiş ədədlərdən kökdən nəyi çıxara bilərik ona baxaq. 32'ni yazarıq 16 vur 2. Yəni 4 kökdə 2. 108'i yazarıq 36 vur 3. 6. 6 kökdə 3 plus 72'ni 36 vur 2. Yəni 6 kökdə 2. 48'e 16 vur 3. Yəni 4 kökdə 3. Bölünsün 75'i 25 vur 3. Yəni 5 kökdə 3. Üzərinə gəl 5. Kök altında 2. Birinci sadələşdirirəm. Məxrəcdə 5'i çıxarsam mötərizə xaricinə. Kökdə 3 plus kökdə 2. 4 kökdə 2 ilə 6 kökdə 2 bu edir 10 kökdə 2. 6 kökdə 3 ilə 4 kökdə 3. 10 kökdə 3 surətdə də 10'u çıxarsam mötərizə xaricinə. Fikir verin, məxrəclə eyni bir kökdə 3 plus kökdə 2 alınır vurğu orada. Bu ikisi ixtisar getsə, cavabımız 10'u bölürük. 5'e 2'dir. Çalışma 7. Bu ifadəni sadələşdirmək üçün yenə məxrəci 75'i 25 vur 3 yazıb sadələşdirək. 5 bölünsün 5 kökdə 3 plus 20 böl kökdə 5 çıx 1 böl kökdə 3 bərabərdir. Kökdə 3. Tamam. 5'ler getdi. 1 böl kökdə 3 plus 20 böl kökdə 5 nə deməkdir? Kökdə 5'e necə bölünür? 20'ni 5'e bölürəm, yanına kökdə 5 atıram. Bir də çıx 1 bölünsün kökdə 3. Bu ikisi gedir. Geriyə qalır 4. Kök altında 5. Y variantı. Çalışma 8. İfadəni sadələşdirmək üçün cüt dərəcəli kökdə, baxın bu kvadrat, bu mənfini itirir də, düzdür? Mənfi 5'in kvadratından elə 5 çıxır. Amma tək dərəcəli qüvvətdə mənfi çıxır qarşıya. Elə mənfi 3 çıx. Mənfi 2'in kvadratı edir 4 çıx. Mənfi 3'in kubu mənfi 27. Bu da bərabər. Bu üçlük bizə verdi mi mənfi 2? Mənfi 2 çıx. Mənfi 27. Yəni mənfi 2 üzərinə gəl 27 cavabımız 25'dir. C variantı. Çalışma 9. İfadənin qiymətini hesablamaq üçün onları eyni kökün daxilində yaza bilərik. Çünki ikisi də 2 dərəcəli kökdür. 2 tam 10'da 7'ni 10'da 27'də vur 27'də 5'dən 27'də 25'i çevirirəm düzgün olmayan kəsrə. 5'i vurdum 27'yə. Oldu mu 135. Üstədə 25 gələndə bu da etdi 160. Bu bərabərdir. İxtisarlar aparsaq 27'lər getsin. Bu sıfırdan da bu sıfır getdi. 16 cavabımız 4'dür. C variantı. Çalışma 10. A və B mənfi ədədlər olduqda aşağıdakilərdən hansı mənası var? Baxın, A da mənfidir, B də mənfidirsə, A variantında A kubu mənfidir, B mənfidir, kökaltı ifadə komple mənfidir, düzdür, mənası yoxdur. A ilə B yenə tək üstü qüvvətlərdir, ikisi də mənfidir, bir dənə də mənfin burada, bunun da mənası yoxdur. A üstü 4 müsbətdir, amma B mənfidir.
kök altı ifadə mənfidir, mənası yoxdur. Y variantında A mənfidir, B mənfidir. Bir dənə də mənfimiz burada 3 mənfi mənfidir. Amma fikir verin D variantına B üstü 8 müsbətdir. A kubu mənfidir, qarşıda da bir mənfi var. İkisi birlikdə müsbətdir. Mənası var. Cavabımız D variantı. Çalışma 11. A müsbət B mənfi ədəd olduqda ifadəni sadələşdirin. Bax, az öncə dedik ki, cüt dərəcəli kökdən tək dərəcəli qüvvə çıxanda mütləq bizə işarə lazımdır. Cüt dərəcəli kökdən tək dərəcəli qüvvə çıxanda. Bax, bir dənə bu cümləni yadda saxlayın. Tək dərəcəli kökdən tək dərəcəli qüvvə çıxanda, tək dərəcəli kökdən cüt dərəcəli qüvvə çıxanda işarəyə falan ehtiyacımız yoxdur. Cüt dərəcəli kökdən problem hansılardır yadınızda saxlasaz. Biraz belə diqqət istəyən, yəni mənim işarəmi nəzərə al deyən kök hansıdır? Cüt dərəcəli kökdən tək dərəcəli qüvvə çıxanda. Baxın, 4 dərəcədən, misal üçün A üssü 12. A kubu çıxırmı buradan? Düzdür? Bizə işarə lazımdır. Deyir, mənim işarəm olsun. İşarəm yoxdursa, onda modulda çıxar. Əgər ki, cüt dərəcəli kökdən tək dərəcəli qüvvə çıxarsa, A ədədi müsbətsə ilə A kubu çıxır. Cüt dərəcəli kökdən tək dərəcəli qüvvə çıxanda A mənfidirsə, mənfi A kubu çıxır. İşarəsi məlum deyilsə, modulda çıxır. Yox, cüt dərəcəli kökdən cüt dərəcəli qüvvə çıxanda fikir verirsiniz, 16-nı böldüm 4, A üstü 4. İşarəyə falan ehtiyacım yoxdur. İstəyir işarəsi verilsin, istəyir verilməsin, heç də önəmi yoxdur. Elə A üstü 4 çıxacaq. Yəqin ki, anlaşıldı. İndi A üstü 6-dan A kubu çıxır. A işarəyə ehtiyacım var. B üstü 10-dan B üstü 5 çıxır. Orada da işarəyə ehtiyacım var. O işarələri də mənə verib də müəllif. 25-dən 5 çıxır. 49-dan 7 çıxır. A kubu gedirəm işarəyə. A müsbətdir, elə müsbət A kubu. B üstü 10-dan, B üstü 5. A, B mənfidir, qarşısına mənfi atıram. Gedək belə bir cavabımız harada var? A kubu B üstü 5 B variantına mı oxşuyur? B. Cavabımız B variantı. Çalışma 12. Mənfi kökdə 55 hansı iki ardıcıl tam ədəd arasında yerləşir? Normalda kökdə 55 hansı iki tam ədəd arasında yerləşir? Bu ədəd 7-dən böyük, 8-dən kiçik deyil. Və son qarşısında bir mənfi atasınız da. Mənfi 8-dən mənfi 7 arasında yerləşir. D variantı. Baxaq 13-ə. Əvvəlcə gəlin bunları bir üçün qüvvəti kimi formalaşdıraq. Baxın, 8 dərəcədən 3 kökdə 3-cü dərəcədən buna 3-ün kvadratı yazaq. Kök altında 4-cü dərəcədən 3-ün kvadratı, kökdə 6-cı dərəcədən 3 üstü 5 yazaq. Birinci nə edək? Kökün dərəcələrini vuracaq bir-birinə. Baxın, bu ikisini vurdum bir-birinə 24 yazdım bura. Buradakı keçid alqoritmi necədir? Baxın, 3 kökün daxilinə daxil olanda 3-ün qüvvətində burada birimiz var da, düzdür. O biri vururuq. 3-ə üzərinə daxildəki qüvvətin toplayırıq da, əlavə edirik. Baxın, onun alqoritmi bu cür olsun. N dərəcədən 3 üstü M, kökdə K dərəcədən 3 üstü P. Fikir verin, necə yazacağım? Bu bərabərdir. Kök altında N vur K. O 3-ün qüvvətini vururam K-ya, üzərinə P gəlirəm. Bu cür yadda saxlayın. 3-ün qüvvəti kökün dərəcəsinə vurulur, daxildəki 3-ün qüvvətinin üzərinə gəlinir, yəni toplanılır. Yəni bu biri vururam 3-ə, 3 üzərinə bu 2-ni gəlirəm, 3 üstü 5. Bu cür oldu, 3 vur 1, 3 üstünə 2 gəldi. Gedək indi məxrəcdə. 4-ü vurdum 6-ya, 24. İndi bu qüvvətindəki, baxın, bu 2-ni vururam 6-ya, üzərinə 5-in gəlirəm. Oldu mu? 3 üstü 17. Eyni kökün daxilində yaza bilərik. 3 üstü 5-i bölürəm, 3 üstü 17-yə. Bu da bərabər kök altında 24 dərəcədən 1 bölünsün 3 üstü 12, 24-dən 12 ixtisar gedir, qalır. Kök altında 1 böl 3 və yaxud da ki, bu cürdə ola bilər. İndi baxacaq cavablarda hansılar verdim. Kökdə 3 böl 3-də ola bilər, 1 böl kökdə 3-də ola bilər. Elə bu cür verilib. Cavabımız A variantı. Çalışma 14. Surətdəki açıq B-nin kublar fərqi kimi açacaq. Bunu nə bilirik? Baxın, əgər ki bir misalın içində fərqli kök dərəcələri varsa,
ki burada heç A-da kök yoxdur. Hamısını eyni kökün dərəcəsinə gətirirsiniz. Yəni A-yı yazırıq kökdə 3-cü dərəcədən. A-nın kubu, bunu biraz qısaldaq. B-yi də yazırıq kökdə 3-cü dərəcədən B kubu və salam. Kublar fərqi kimi açaq. Surət olur kökdə 3-cü dərəcədən A çıxılsın, 3-cü dərəcədən B. Vurulsun 3-cü dərəcədən A kvadratı. Üzərinə gəl 3-cü dərəcədən AB plus 3-cü dərəcədən B kvadratı. Böl 3-cü dərəcədən A kvadratı, 3-cü dərəcədən B kvadratı, 3-cü dərəcədən AB plus 3-cü dərəcədən B. Baxaq nələr gedir. Bu ikisi getsin, ixtisar getdi. Bu bərabərdir. 3-cü dərəcədən A çıxılsın, 3-cü dərəcədən B plus 3-cü dərəcədən B. Bunlar islah olunur, geriyə qalır 3-cü dərəcədən A. Cavabımız C variantı. Çalışma 15. A mənfi B müsbət olduqda belə bir ifadəni kökün işarəsinin altına salaq. Gəlin bu haqda da bir danışaq ki, bunu necə edəcəyik. Baxın, əgər A müsbətdirsə, kök altında tutaq ki, olsun 5. Bizə şərtdə verib A müsbətdir, A-yı kökün daxilinə daxil edin. Kök altında elə 5 A kvadratı və salam. Əgər A mənfidirsə, A kök altında 5-də, A-yı kökün daxilinə salmaq üçün onun mənfisini saxlayıram xaricdə, kvadratı yüksəldib, sonra kökün daxilinə daxil eləyirəm. İndi burada A mənfi B müsbətdir. Zaten B kvadratıdır burada. B kvadratın özü də müsbətdir. Kök altında 4-cü dərəcədən, burada yazaq deməli A, B kvadratı, kökdə 4-cü dərəcədən A kvadrat bölünsün, B üstü 9 bərabərdir. Deməli, 4-cü dərəcədən A kvadratı böl B üstü 9 olduğu kimi saxlayıram. Bu B kvadratını, B zaten müsbətdir, B kvadrat da müsbətdir. Kökün daxilinə 4-cü dərəcədən daxil etsəm, bu B kvadratını 4-cü dərəcədən qüvvətə yüksəldəcəm, B üstü 8 kimi yazacağım. Sonra salacağım kökün daxilinə, vur. Amma bu A mənfidə axı, onun mənfisini saxlayıram xaricdə. 4 dərəcədən qüvvətə yüksəldirəm, kökün daxilinə daxil eləyirəm. Bu bərabərdir. Mənfi kökdə 4-cü dərəcədən. Bu ikisi ixtisar gedəndə məxrəcdə bir B qalır. A kvadratında A üstü 4-ə vuranda bu da eləyir. A üstü 6 belə bir cavabı araşdıraq. Mənfisi vardı 4-cü dərəcədən A üstü 6 böl B. Cavabımız D variantı. Çalışma 16. Verilmiş x natural ədədi üçün A belə bir ifadədir. N'in hansı ən kiçik natural qiymətində A üstü N ifadəsi natural ədəd olar. A bərabərdir. Belə bir qayda dedik. X kök altında bu cür olsun. N'inci dərəcədən X'in qüvvəti M, K'nıncı dərəcədən X üstü P. Bu kök altında M vur K dərəcədən X üstü M vur K plus P'dir. Algoritmi budur. Onda olur kök altında 21 dərəcədən X üstü 2 vur 3, üzərinə gəl 1. Çünki burada X'in qüvvəti 1'dir. Bu da 21 dərəcədən X üstü 7. 7 ilə 21 ixtisar aparsaq 3-cü dərəcədən X. A nə zaman deyir, N'in hansı kiçik natural qiymətində A üstü N natural olar. Əlbəttə ki, kubu olsa. Baxın, A bərabərdir 3-cü dərəcədən X-dir. Hər iki tərəfi 3 dərəcədən qüvvətə yüksəltsək, onda natural olar. Cavabımız N bərabərdir 3. Cavabımız deməli 16-da 3 oldu. Gedək 17-ci tapşırığa. Vermiş bu ifadənin qiymətini hesablayın. 32-ni yazaram 2 üstü 5. 1 üstü 5'də 2. Sıfırdan %25 və 1000-də 125. 1000-də 125, yəni 8-də 1 deməkdir. 8-də 1, 2-də 1'in kubudur. 1 üstü mənfi. Bax, bunu da çevirirəm düzgün olmayan kəsrə. 3-də 5'ə. Bir də üzərinə gəl. Zaten üstü 0, 1'dir o heç. 0 tam 1000-də 1'i də bu cür 1000-də 1 yazsam, o da 10'da 1'in kubudur. Bir də üstü mənfi 3'də 1. Bu bərabərdir. Burada 5'lər ixtisar gedəcək. Geriyə qalır 2'nin kvadratı. 3'lər ixtisar gedir. 2'də 1'i də yaza bilərəm də. 2 üstü mənfi 1.
Bir də üstü -5 plus 1 üstə gəl. Bu 3 ilə də bu 3 ixtisar gedir. Onda biri 10 üstü -1 üstü -1. 4 üzərinə gəl. Bu eləyir 2 üstü 5. 2 üstü 5 32-dir. Plus 1 plus 10. Cavabımız bu üçlü elədi 37. Üstə də 10 gələndə cavabımız 47. Çalışma 18. İfadənin qiymətini hesaplamaq üçün birinci kökaltı ifadəni sadələşdirək. Baxın, 47-ni olduğu kimi saxlayıram. 3 çıxılsın 2 kökdə 5-i də. Baxın, kökün daxili hər hansısa bir ifadənin kvadratıdır. Onu necə müəyyən edirəm, nəyin kvadratdır? 12 kökdə 5-i bölürəm 2-yə. Niyə 2-yə bölürəm? Baxın, bu 29 a kvadrat plus b kvadratıdır. 12 kökdə 5, 2 AB-dir. Bunu 2-yə bölməyimdə məqsəd AB-nin nə olduğunu müəyyən eləməkdir. Bu oldu 6 kökdə 5. Sonra isə 6 kökdə 5-in mümkün vuruqlarına baxıram. Hansının kvadratları cəmi 29 edəcək? 6 kökdə 5 birinci özü vurulsun 1-dir. Sonra 6 vurulsun kökdə 5-dir. 2 vurulsun 3 kökdə 5-dir. 3 vurulsun 2 kökdə 5-dir. Baxıram, hansının kvadratları cəmi edir? 29. Fikir verin, sonuncunun. 3-ün kvadratı 9, 2 kökdə 5-in kvadratı 4 vur 5, 20, 29. Deməli, bu 3 üstə gəldi. 2 kökdə 5-in mötərizən kənar kvadratının açılışıdır. Kök altında 47 plus 3 çıx 2 kökdə 5 vurulsun. Bu kvadrat kökü aparır. Geriyə qalır 3 plus 2 kökdə 5. İndi gəl bu ikisini də yığaq kvadratlar fərqi kimi. 47 üzərinə gəl. Birincinin kvadratı 9 çıx ikincinin kvadratı 20. Bərabərdir. Bunu biraz kiçildək kökü. Bu bərabərdir. Demək, birinci bunu çıxdım. Qaldı 27. Üstdən də 9 gəldi. Kökdə 36. Cavabımız 6-dır. Çalışma 19. Vermiş ifadənin qiymətini hesaplamaq üçün gəlin kökaltı ifadəni məxrəcdə bir sadələşdirək. 3-cü dərəcədən 4 çıxılsın, kökdə 15-i saxlayıram. Məxrəc yenə düsturdur. 8 kökdə 5-i bölürəm 2-yə. 4 kökdə 5, 15. 4 kökdə 15-in mümkün vuruqlarına baxıram. 4 vur kökdə 15. Bunda alınırmı? 16 ilə 15-də alınır da. 16 ilə 15, 31. Deməli, kökaltı ifadə 4 üzərinə gəl. Kökdə 15-in mötərizən kənar kvadratıdır. Bir də üzərinə gəl. Kökdə 15. Baxın, görün, bildinizmi nə etdik? 8 kökdə 15-i böldüm 2-yə. 2 AB-nin ikisini az öncəki kimi tapdım AB-ni. Bu elə bir AB-dir. Mümkün vuruqlara baxdım ki, hansının kvadratları cəmi edəcək 31. Baxdım 4-dən kökdə 15-də alındı. İndi məxrəci irrasionallıqdan azad etmək üçün məxrəci də vururam. 4 plus kökdə 15-ə eyni kökün daxilində yaza bilərəm. 3 dərəcəlidir. Surətdə vururam. Eyni qaydada 4 plus kökdə 15-ə. Məxrəc edir 4 plus kökdə 15 çünki 3 dərəcədir. Baxın, hətta bu cür yazıram. 3 dərəcədən kubu. Surət edir kök altında 3-cü dərəcədən 16 çıx 15 kvadratlar fərqi. Bu bərabərdir. Surət 1 eləyir. Məxrəc 4 plus kökdə 15. Gəlin, indi məxrəci irrasionallıqdan azad eləyək. 4 plus kökdə 15-i də vururam. 4 çıxılsın kökdə 15-ə. Surəti də vururam 4 çıxılsın kökdə 15-ə. Məxrəc eləyir kvadratlar fərqi kimi. 4 çıx kökdə 15 bölünsün. 16 çıx 15 1. Bir də plus kökdə 15. 4 çıx kökdə 15 plus kökdə 15. Kökdə 15'lər gedir. Cavabımız 4'dür. Çalışma 20. A-nın neçə tam qiymətində ifadənin mənası var? 14 çıx A-ya böyükdür bərabər 0. Açıq 9-a böyükdür bərabər 0 şərti qoyuruq. Mənfi A böyük bərabər mənfi 14-dən. A böyükdür bərabərdir 9-dan. A kiçikdir bərabərdir 14-dür. Burada A böyükdür bərabərdir 9-dan. Hədə doxunda qeyd etsəm, demək 9-dan böyükdür. 14-dən kiçikdir. Üst-üstə düşür 9, 14 parçası. Bu
parçada neçə tam ədəd var? 14-dən 9-un çıxıb üzərinə 1 gəlirəm. 14-dən 9-un 5, üstünə də 1 gəldim. Cavabımız 6-dır. Çalışma 21. Vermiş ifadənin qiymətini hesablayın. Gəlin 3 üstü mənfi 3-ü saxlayaq. Bunu yazaq. 6 üstü mənfi 12. 6 üstü mənfi 12. Məxrəcdəki 8 üstü mənfi 6 vur. 162. 81 vur 2-dir. Bir də üstü mənfi 4. 81 üstü mənfi 4 vur. 2 üstü mənfi 4. 3 üstü mənfi 3 qalır. 2 üstü mənfi 12 vur. 3 üstü mənfi 12. Altını parçaladım. 8 2'nin kubudur. Bir də üstü mənfi 6. 81 3 üstü 4'dür. Bir də üstü mənfi 4 vur. 2 üstü mənfi 4. Birinci gəlin bir toparlayaq bu hissəni. 2 üstü mənfi 10 kim qalsın? 3 üstü mənfi 3'ü 3 üstü mənfi 12'ye vuranda 3 üstü mənfi 15. Bu etdi 2 üstü mənfi 18. Bir 2 üstü mənfi 4'üm də burada. 2 üstü mənfi 22. Vurulsun 3 üstü mənfi 16. Baxaq düzmü getdik? Ki düz getdik. İndi 2 üstü mənfi 12 vur. 3 üstü mənfi 15 vur. 2 üstü 22 vur. 3 üstü 16. Fikir verdiniz nə etdim? Məxrəcdəkiləri yuxarı qaldırdım. Onlar artıq qüvvətləri oldu müsbət. İndi bu ikisini vursam 2 üstü 10 vur. Bu ikisini vursam qüvvətlər toplanılır. 3 üstü 1 yəni 2 üstü 10 1024'dür. 3'e de vurdukda 3072'dir. Çalışma 22. Vermiş ifadəni sadələşdirmək üçün məxrəcə diqqət yetirsəz bir-birinin əksi olan ifadələrdə birinci kəsri olduğu kimi saxlayıram. İkinci kəsrdə azalanla çıxılanın yerini dəyişdikdə qarşıya bir mənfi atıram. Bölməni də vurumu ilə ifadə etsək kökdə 3a plus 2 bölü 2 bərabərdir. Məxrəcləri bərabər olan kəsirlər kimi eyni kəsirdə yazaq. 2 çıxılsın. Kökdə 3a vurulsun. Bir də kökdə 3a plus 2. Surəti kvadratlar fərqi kimi yığsam 4 çıxılsın 3a bölünsün. 4 çıxılsın 3a vur 2. 4 çıx 3 alar ixtisar gedər. Cavabımız 2'də 1 və ya 0,5'dir. Çalışma 23. İfadənin qiymətini sadələşdirmək üçün yenə kökaltı ifadələrin nəysə kvadratı olduğunu nəzərə alsam, necə müəyyən eləyəcəm nəyin kvadratı idi? Bölürdüm 2'yə. O 2 AB-nin ikisidir. 10 kökdə 3'ü 2'yə böldüm oldu 5 kökdə 3. Mümkün vuruqlarına baxıram. Birinci növbədə özü vurulsun 1. Sonra 5 vur kökdə 3. Hansının kvadratları cəmi eləyir 28? Əlbəttə ki 5 ilə kökdə 3'ün. Deməli, surət kök altında 5 üstə gəl. Kökdə 3'ün mötərizən kənar kvadratdır. Keçin məxrəcə. 4 kökdə 6'nı böldüm 2'yə. 2 kökdə 6. Mümkün vuruqları özü vur 1. 2 vur kökdə 6 yenə var. 2 kökdə 2 vur kökdə 3. 2 kökdə 3 vur kökdə 2. Amma ki artıq gözümə çarpır ki bu ikisinin kvadratları cəmi. Bu eləyir 10 düzdür. Amma böyüyü qarşıda yazmaq şərti ilə kök altında 6 çıx 2'nin mötərizən kənar kvadratı vur. 5 çıxılsın kökdə 3 böl 2 plus kökdə 6. Bu bərabərdir. Yəni bu hissəni buradan təmizləyək. Bu bərabərdir. Demək birincidən surətdə 5 plus kökdə 3. O 5 minus kökdə 3'ü də yazaq yanından. Məxrəc kökdə 6 çıx 2. Burada da kökdə 6 plus 2'miz var. Surəti kvadratlar fərqi kimi məxrəcdə eyni qaydada çıxsaq, bu bərabərdir. 22 bölü 2, cavabımız 11'dir. Çalışma 24. Düzbucaqlı şəkilli ABCD parkının daxilində uşaqlar üçün ayrılmış YKF'də kvadrat şəkilli hissənin sahəsi 324'dür. Baxın, rənglədiyim bu hissənin sahəsi, mavi hissənin sahəsi 324 olan kvadrattırsa ki, bilirik kvadratın da sahəsi x kvadratıdır bu. 324'dürsə, x'imiz 18'dir. Burada 18'dir, elə burada 18'dir. Onda belə çıxır ki, bir tərəf kökdə b plus 18'dir. Digər tərəf kökdə a plus 18'dir. Bizə deyilir, parkın uşaqlar üçün ayrılmayan ABCFK'yı, yəni ştrixlənmiş hissənin sahəsini A və B ilə ifadə edin. Onda S ABCFK'yı
bərabərdir S A B C D çıx S Y K F D. Yəni kökdə B plus 18 vur, kökdə A plus 18 çıx 324. Sadəcə mötərizəni açaq. Kökdə AB plus 18 kökdə B plus kökdə A vur 18 plus 324 çıx 324. 324'lər islah olunur. Kökdə B plus kökdə A vurulsun 18. Cavabımız belə bir ifadədir. Çalışma 25. Verilmiş bu ifadəni sadələşdirmək üçün x-in hansı aralıqda olduğu bizə verilibdir. 4-dən 6 parçasındadır. Kök altında x çıx 3-ün kvadratından kvadrat kökü aparır. Geriyə qalır elə. X çıxılsın 3. Çünki x böyükdür. Böyüyü atırıq qarşıya. Amma ikincində 7 böyükdür deyə x-dən 7 çıx x çıxır. Hətta kim qarışdırırsa yerini o aralıqdan bir ədəd qoysun. Nə 4-ü, nə 6-nı o civardan bir 5 yazın. 4 onda 2 yazın. 5 tam onda 7 yazın. Fərqi yoxdur. X çıx 8-in kvadratından. Böyüyü 8-dir. 8 çıx x. 6 çıx x-in kvadratından. Böyüyü 6-dır. Qarşılama çıxma əməli var. 6 plus x. Burada x-lər gedir. Geriyə qalır 4 böl 2. Cavabımız 2-dir. Bununla da biz sizinlə 2024 din nəşrlərindən 9-cu siniflər üçün 20 sınaq kitabından 3-cü sınaq imtahanının suallarını, izahlarını yekunlaşdırdıq. Hələlik bu qədər. Gəlin videolarda görüşərik. Sağ olun.